Мне 30 лет. Мне 31 год. Мне 32 гоda. Yani bu bir il meselesi orada o kadar çok fərq eləyir. Bəli, hətta bir il orada fərq edir. Gəlin ümumi qaydanı başa düşək. Rus dilində god, goda yoxsa let forması rəqəmin özündən asılıdır. Yəni ki, sizin yaşınız əgər 1 ilə bitirsə, 1 yaşınız, 21, 31, 41 yaşınız varsa sonunda god deyəcəksiniz. Мне 21 год. Мне 31 год. Bu forma. Əgər yaşınızın sonunda 2, 3, 4 rəqəmləri varsa, o zaman года formasını deyəcəksiniz. 22 года, 34 года, 63 года bu kimi formalarda года deyəcəksiniz. Bütün digər hallarda siz let formasını istifadə edirsiniz. Yəni 0-dan bitirsə 30 let və 5-dən 9-a qədər olan rəqəmlərlə bitirsə, o zaman yenə let deyəcəksiniz. Bu və digər danışıqda lazım olan qaydalar, söz ehtiyatı, dialoqlar, mətnlər, səsləndirmə, çalışmalar və rus dilini öyrənmək üçün lazım olan bir çox məqamlar bizim Başlanğıc adlı proqramımızda.